Bugünlər rayonda təbii pomidordan təbii ketçup hazırlayacağım. Burada sanki 3-4 kiloya yaxın pomidor var. 1 kiloya yaxın da soğan, 2-3 dənə də diş sarımsaq. İndi bunu atam qoyuram. Təbii plətimizin üstündə qəşəngcə pişsin. Plətimizin üstündə. Bu hazırda bunu indi blenderdan keçirəcəm və ən sonunda süzəcəm. Və tam olarak hazır oldu. Bunu da içini əlavə edim. Süzəyə qalır. 2 xörək qaşığı da pesto. 2 xörək qaşığı yarım da tuz. Biraz qarışdırırıq. Sirkə. Sirkə fərq eləmir. Dökülür. Qışda bunu da hər bir şeylə yeyə bilərsiniz. Siz ketçup demişdiniz, hazırladım.